qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-N qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte-N həyatı tam qaraciyərinizlə sevin. Bu il ən çox tələbat hansı peşələr oldu? Hazırda əmək bazarında əsas trendlər hansılardır? Əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın növbəti hədəfləri nədən ibarətdir? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayıram. Verilişin qonağı qurumun idarə heyətinin sədri Elnur Səfərlidir. Elnur müəllim, salam, xoş gəlmisiniz. Salam, salamlayıram həm sizləri, həm izləyicilərimizi, həm dinləyicilərimizi və fürsətdən istifadə edib qarşıda gələn 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə hər kəsi təbrik edirəm və eyni zamanda da Asan Radionun 10 ili münasibəti ilə həm sizləri, həm kollektivinizi, həm də rəhbərliyinizi təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Təşəkkür edirəm Elnur müəllim. Əvvəla başlayaq. Milli Observatoriyanın fəaliyyəti nədən ibarətdir? Bu qurum hansı işi görür? Milli Observatoriya cənab prezident İlham Əliyevin müvafiq fərmanı ilə əmək bazarının və sosial müdafiə sahələrinin müasir proqnoz yönümlü təhlillərin aparılması məqsədi ilə yaradılmış bir qurumdur və əmək bazarının təhlil və tədqiqat hissəsinin, əmək bazarının qiymətləndirilməsini və eyni zamanda bu sahədə sorğu və monitorinqlərin aparılması istiqamətində fəaliyyət göstəririk. Və bildirmək istərdim ki, bundan əlavə olaraq biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının peşəkar inkişafına töhfə verərək onların təlim ehtiyaclarını müəyyən edərək, eyni zamanda təlim mərkəzi kimi də onların inkişafına töhfə verən bir qurumdur. Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən keçilir bu təlimlər, yoxsa digər qurumlara da? Xeyr, digər qurumlarda sifarişlər əsasında bizə müraciətlər olur və o müraciətlər əsasında təlim ehtiyacları müəyyən edir və o ehtiyaclara uyğun olaraq təlimlər təşkil edir. Əgər sir deyilsə bu xidmət ödənişlidir, yoxsa? Xeyr, ödənişli və ya ödənişsiz hər iki halda. Hər iki mümkündür. Bu il sizin üçün, yəni qurum üçün hansı nəticələrdən yadda qaldı? Bu il Milli Observatoriya üçün məhsuldar bir il oldu. Demək olar ki, biz əmək bazarının daha da geniş bir formada təhlilini həyata keçirdik və eyni zamanda sorğuların əhatə dairəsini genişləndirdik. 10 mindən artıq respondentlə biz demək olar ki, sorğular keçirmişdik. Bu respondentlər həm işə götürənlər, həm iş axtaranlar, həm əmək bazarı sahəsində ekspertlərdir və eyni zamanda Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq sosial sahədə apardığı bütün xidmətlər üzrə qiymətləndirməsini həyata keçirdik və hətta biz bunu da bildirmək istərdim ki, yalnız əmək bazarını deyil də əmək bazarına təsir edən təhsil sisteminin, təhsil qurumlarının, universitetlərin, orta məktəblərin məzunlarının ölçülməsi ilə bağlı həm ali məktəblərlə, həm təhsil qurumları ilə əməkdaşlıq etdik və təhlil tədqiqat mexanizmimiz o qədər inkişaf etdi ki, beynəlxalq təşkilatlar tərəfindən bizim hesabatları artıq qəbul edilməyə başladı və hətta bildirmək istərdim ki, Milli Observatoriya təhlil tədqiqat sahəsində apardığı işlərə, hesabatlara uyğun olaraq 3 beynəlxalq mükafat əldə etmişdir. Təbrik edirik, uğurlarımızın bol olmasını diləyirik. Hazırda əmək bazarında əsas trendlər hansılardır? Əmək bazarında əsas trendlər dediyimiz kimi, əmək bazarı çox dinamik bir prosesdir. Burada bütün istər geosiyasi, istər geoiqtisadi, istər əhali dəyişkənliyi, demoqrafik dəyişkənliyi və yaxud da eyni zamanda rəqəmsal və texnoloji transformasiyalar əmək bazarına çox ciddi təsir edən bir faktordur. Biz bugün trendləri dediyimiz zaman sözsüz ki, bugünkü həyatımızın bir parçası olan süni intellekti əsas götürə bilərik ki, süni intellekt də əmək bazarının təsirindən yan keçmir. Və eyni zamanda COP29-dan sonra yaşıl iqtisadiyyata keçid və yaşıl iş yerlərinin yaradılması və yaşıl iqtisadiyyatda qeyri-neft sektoruna uyğun olaraq alternativ enerji mənbələrindən istifadəyə uyğun olaraq bəzi peşələrin yaranmasına gətirib çıxartdı. Və bu geosiyasi və geoiqtisadi təsirlər də bayaq vurğuladığım kimi təsirindən yan keçmir. Bugün əsas trend hər kəsin gördüyü kimi süni intellekt və süni intellektin əmək bazarına təsiridir. Bu süni intellekt bizi işsiz qoymayacaq axırda Elnur müəllim. Bizdə məsələn Asan TV-də, Asan Radioda bəzi buraxılışları, hətta bəzən vacib buraxılışları, məsələn xəbərləri süni intellekt əsaslı aparıcılar təqdim edir. İndi bizim aqibətimiz nətər olacaq?
Əslində son dövrlərdə ən çox verilən suallardan biridir. Süni intellekt insan əməyini əvəz edir deyə. Əslində süni intellekt hər hansı bir peşəni əvəz etmir, onu tamamlayır. Yəni demək olar ki, bir çox peşələrdə yenə də insan faktoru öz rolunu əsas olaraq götürür. Bu da nədən ibarətdir ki, tutaq ki, biz bu gün apara bildiyimiz, ən azından sizin sahəni deyək, digər sahələri deyək ki, 10 saata və yaxud da 5 saata, 2 saata əldə etdiyimiz bir iş prosesini onu 10 dəqiqə, 15 dəqiqə süni intellekt vasitəsilə əldə edə bilirik. Sözsüz ki, burada əmr verən hissə insan olduğuna görə yenə insan faktoru var bəli, orada. sadəcə olaraq texnologiyanın istənilən peşəyə tətbiqi onun sadəcə olaraq prosesini daha tezləşdirir və eyni zamanda iş və fiziki olaraq əl əməyini daha da yüngülləşdirməyə doğru gedir. Biz nümunə çəkə bilərik ki, misal üçün 10 il əvvəl, 20 il əvvəl biz bank sektoruna baxdığımız zaman demək olar ki, filialların sayı həddindən artıq çox, kasserlərin sayı həddindən artıq çox və operatorların sayı həddindən artıq çox. Sonradan elektron bankçılığın inkişafı və süni intellektin inkişafı bir çox vətəndaşların mobil bankçılıq vasitəsilə bir çox prosesləri artıq özlərinin hər hansı bir düymü ilə və yaxud da hər hansı bir proseslə apara bildiyini görürük. Yaxşı, biz deyə bilərikmi ki, ta ki peşə, kasserlərin peşəsi sıradan çıxırmı? Ola bilər, çünki peşənin sayı azalır, amma burada işsiz deyil də özünün texnologiya ilə inkişaf etdirən mütəxəssis olarsa, o zaman süni intellektə davam edə bilər. Amma insan məcburdur özünü inkişaf elətdirsin, sizin də dediyiniz kimi və o, belə deyək də, texnologiya ilə rəqabətə uyğunlaşsın bir növ, belə deyək. Hər bir əməkdaş, işçi sözsüz ki, əmək bazarının dinamik inkişafına, rəqabət davamlılığına özünü inkişaf etdirməsə, rəqabətdən geri qalacaq və əmək bazarında uduzan şəxs olaraq, əməkdaş olaraq qalacaq. Bizdə konkret siyahı varmı ki, süni intellekt hansı peşələri yavaş-yavaş tarixə qovuşduracaq və yaxud da indiyənə qədər belə bir peşə olubmu ki, artıq süni intellekt vasitəsilə o belə də o qədər də populyar deyil və yaxud da artıq tarixə qovuşub? Belə bir bildiriləcək bir peşə deyə bilmərik ki, məsələn, bu peşə artıq tarixə qovuşub və yaxud da bu peşə artıq istifadə olunmur. Biz belə deyək. Tutaq ki, əvvəllər bizim istifadə olunmuş saxsı qabları əl əməyindən istifadə olunurdu. Bu gün texnologiya onu inkişaf etdirir və amma bu gün əl əməyi ilə istehsal olunan məhsullar bizim evimizdə və yaxud da iş otaqlarımızda hər hansı bir suvenir kimi qalır. Bunlar tamamilə sıradan çıxmır. Sadəcə olaraq həmin sahəyə, həmin peşəyə müraciətlər azalır. Yəni bunu avtomatik və texnologiyalar inkişaf edirsə və burada fabriklər və zavodlar açırsa ki, bu saxsı qabı istehsal edirlərsə, o zaman əl əməyinə olan müraciət getdikcə azalır və bu peşənin sahibi özünü texnologiya ilə inkişaf etdirdiyi zaman əmək bazarında qalır. Əks halda əmək bazarından çıxmış olur. Təşəkkür. Siz hər il qurum olaraq top peşələri açıqlayırsınız. Bu il, yəni 2025-ci ildə ən çox tələbat olan peşələr hansıları idi? Milli Observatoriya tərəfindən biz iş elanları saytlarını və digər iş elanlarını mütəmadi olaraq təhlil edirik və bu təhlil zamanı əmək bazarının cari dövrdəki tələbini hesaba şəklində ictimaiyyətə açıqlayırıq və bildirmək istərdim ki, 2025-ci ildə də ən çox tələb olunan sahə satış təmsilçilərinin, satış xidmətlərinin üzrə mütəxəssislər idi. Çünki bildiyiniz kimi ölkəmizdə iaşə obyektlər getdikcə çoxalır və bu çoxaldıqca bu sahədə mütəxəssislərə daha çox ehtiyac yaranır. Və ikinci ən böyük bizdə turizm sektorudur ki, və turizm xidmətləridir ki, bunlar getdikcə inkişaf edir və turizm xidmətlərinə olan işçilərə, mütəxəssislərə daha çox ehtiyac yaranır. Və işğaldan azad edilmiş ərazilərdə bir çox layihələrin tətbiqi başlayıb və icrasına başlanılıb və bu da tikinti sahəsində daha çox mütəxəssislərə ehtiyac olduğu nəzərdə və sözsüz ki, maliyyə sahəsində, bank sahəsində və digər sahələrdə də ehtiyac yaranmışdır. Xatırladım ki, Qəbuldasan verilişi efirdədir. Aparıcı mənəm İlqar Mehmanoğlu, qonağım Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-ın qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır.
Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəsdə görünür. Essentiale Forte N. Həyatı tam qaraciyərinizlə sevin. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Qonağım Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir. Elnur müəllim, sizin sorğularınız olur daim, mütəmadi olaraq bu istiqamətdə fəaliyyət göstərirsiniz. İşə götürənlərin adətən hansı tələbləri olur? Bəli, doğrudur. Biz sorğu mütəmadi olaraq işə götürənlərlə, iş axtaranlarla və hətta əmək bazarının ekspertləri ilə mütəmadi olaraq sorğular keçiririk. Çünki əmək bazarını təsir edən əsas amillərdən biri iş axtaranlar və işə götürənlərdir. İşə götürənlər daha çox, bir çox belə bir tendensiya yaranır ki, mənim təcrübəm yoxdur, iş stajım yoxdur və müraciət edirəm, işə götürənlər məni işə götürmürlər. Amma lakin sorğulardan da göründüyü kimi, faktiki olaraq işə götürənlər hal-hazırda əsas istədikləri hissə yumşaq bacarıqlar dediyimiz bir bacarıq borcludur. Yəni funksional biliklərdən çox işə götürənlər, iş axtaranlarda yumşaq bacarıqları tələb edirlər. Yumşaq bacarıqlar Sözünüzü kəsirəm. Adətən, xüsusilə də gənc adamlar deyirlər ki, işə düzəlmək istəyirəm, təcrübə tələb edirlər. Bu adam məni işə götürməsə, mənim təcrübəm necə olacaq? Sizin dediyiniz məsələ budur. Səhv anlamadımsa. Bəli. Sahibkarlar deyirlər ki, heç olmasa sadə bacarıqları olsun. Doğrudur? Bəli, yumşaq bacarıq dediyimiz hissə, biz bunları nümunə olaraq təqdimat bacarığını göstərə bilərik, kollektivlə işləmə bacarığını və ən əsası özünün öyrənmə bacarığının olmasıdır. Çünki əmək bazarının dinamikası o qədər sürətli inkişaf edir ki, şəxs özü üzərində öz öyrənmə bacarığını inkişaf etdirməsə, yeniliklərə açıq olmasa, yenilikləri öz işində tətbiq etməsə, əmək bazarının rəqabətliliyini uduzmuş olacaq. İşə götürənlər də iş axtaranlardan əsas tələbləri budur ki, ta ki bu gün hər hansı bir texnologiya tətbiq edirlər, iş axtaran müraciət eləyir və işə götürən həmin mütəxəssis işə götürür. 3 ildən sonra texnologiya inkişaf edir, yeni bir texnologiya tətbiq olunur. Bu zaman işçinin özünün öyrənmə bacarığı olmadığı təqdirdə yeni texnologiya mənimsəyə bilmir. Və sözsüz ki, işə götürən də yeni texnologiyanı daimi tətbiq eləməyə çalışır. Bu zaman yeni texnologiyanı bilən mütəxəssislər daha çox üstünlük verirlər. Mən bir neçə nümunəni çəkə bilərəm ki, ta ki, mühasib. Əvvəllər müəyyən hesablama metodologiyaları vardı ki, həmin metodologiyadan istifadə edərək mühasiblər müəyyən hesabatları hazırlayırdılar. İndi xüsusi maliyyə və mühasib proqramları var, yəni bir neçəsi nümunə olaraq deyilə bilər və həmin proqramı öz işində tətbiq eləməyən mühasib sözsüz ki, əmək bazarını uduzmuş olacaq. Və həmin mühasib o proqramları öyrənərkən öz biliyini də o proqramların tətbiqinə əlavə etdiyi zaman, o zaman əmək bazarının rəqabətliyi ilə bərabər özünü inkişaf etdirmiş olacaq. Və işə götürənlərin ən çox axtardığı hissə budur. O ki, qaldı ki, sizin staj dediyiniz hissəyə, işə götürənlər daha çox ali məktəblərdə təhsil aldığı zaman könüllü proqramında, təcrübə proqramında iştirak etmiş məzunlara üstünlük verirlər. Yəni sahibkarlar istəyir ki, onların götürəcəyi işçilər heç olmasa hardasa könüllü olsunlar, bir təcrübə keçmiş olsunlar. Bəli, bəli. Yəni aydın məsələdir ki, ölkəmizdə könüllü proqramı geniş alıb, yəni həm bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dost könüllü proqramı var, Bəli, həm asan könüllü proqramı var. Demək olar ki, bütün sahələrdə könüllü proqramı və hətta son dövrlərdə özəl şirkətlər belə könüllü və təcrübə proqramları elan edirlər. Hətta dövlət qurumlarında belə təcrübə proqramları var. Yəni 4 illik təhsil müddətində ən azından 3 yay tətilində təcrübəsi kimi, könüllü kimi iştirak etmiş məzun sözsüz ki, müəyyən bir səriştələrə malik olur, sahib olur. Və həmin səriştələri işə götürənlə müsahibə zamanı göstərdiyi zaman işə götürən həmin təcrübəçilərə daha çox üstünlük verirlər. Və bu da o təcrübə, staj dediyimiz hissənin demək olar ki, 3 il tələb olunursa, heç olmasa 1 ilini tamamlamış olurlar. Və bir də komandanın özünün funksional biliklərindən çox, bayaq vurğuladığım kimi, yumşaq biliklərinə daha çox üstünlük verilməsidir. Ta ki, komanda ilə birgə işləmə, özünün təqdimat bacarığı. Yəni siz bir məhsul istehsal edirsiniz, bir təhlil aparırsınız, bir iş ortaya görürsünüz. Onun daha uğurlu olmasının 50% onu doğru düzgün təqdim etməyinizdir. Əgər istehsalınızı və yaxud da bir məhsulunuzu doğru düzgün təqdim etmədiyiniz təqdirdə onun uğurlu olması ehtimalı 50%-dir. Siz fəaliyyətinizdən danışanda bildirdiniz ki, həm də təlimləriniz olur. Əslində indi elə bir vaxtdır ki, bir çox qurumlar, hətta özəl sektor
təlimlər keçir. Sizin təlimlərin fərqi nədir? Biz belə deyək, Milli Observatoriyanın özünün bir təlim mərkəzi var və demək olar ki, biz ildə 5000-6000 arası həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının və eyni zamanda kənar qurumların bizə müraciəti əsasında şəxslərə təlim keçə bilirik. Və bizim 4 sahədə daha çox təlim blokumuz var. Onu soruşacaqdım. Hansı sahələr? Əsas bizim sosial sahə dediyimiz özümüzün xidmətlərimizlə bağlıdır. Yumşaq bacarıqlardır, idarə etmədir bacarıqları və eyni zamanda informasiya texnologiya biliklərinin artırılmasına yönəlik olan təlimlərdir. Və bizim təlimlərimiz daha çox 3 fərqli formada həyata keçirilir. Əyani, onlayn, bir də hibrid formatı. Və hibrid formatında əsas üstünlüyümüz nədən ibarətdir? Sözsüz ki, bizim nazirliyin və digər vətəndaşların regionda fəaliyyətlə məşğuldurlar. Onları hər dəfə Bakıya gətirib əyani formada təlim keçmək daha bir çətin prosesdir. Biz hibrid bir prosesə keçmişik, hibrid təlim modelinə. Bizim təlim proqramını əvvəlcə mütəxəssislərimiz, təlimçilərimiz video formatda çəkirlər. Onu biz özümüzün daxili resursumuza yerləşdiririk. Regionda fəaliyyət göstərən əməkdaşımız həmin video təlimi izləyir. Orada yaranan sualları sonra, yəni 6-cı dərsdən sonra, 7-ci dərsdən sonra əyani olaraq təlimçiyə soruşurlar və təlimçi əyani olaraq onları cavablandırır. Yəni 10 saatlıq bir təlim proqramının 6 saatını video təlim vasitəsilə, 4 saatını isə əyani formada həyata keçirilir və biz demək olar ki, artıq 2025-ci ildə 80 video təlimə yaxın bir təlimlərimizi video formata çevirib onların əməkdaşlarımızın və digər insanların istifadəsinə vermişik. Sizin neçə təlimçiniz var? Bizim hal-hazırda 55 yaxın təlimçimiz var. Siz bu il sorğu və monitorinq fəaliyyətinizi genişləndirdiniz. Bunun hansı real nəticələri oldu? Biz eyni zamanda həm peşə yönümlü, yəni bugünkü şagirdlərin gələcəkdə hansı peşəyə istiqamətləndirilməsi ilə bağlı, hansı peşəyə daha yönəlməsi ilə bağlı şagirdlər arasında sorğu keçirdik, orta məktəb şagirdləri arasında, abituriyentlər arasında sorğular keçirdik ki, onlar orta məktəbi bitirdikdən sonra daha çox hansı istiqamətə doğru yönələcəklər. Bəli, eyni zamanda da ali məktəblərin tələbələri arasında sorğu keçirdik ki, onlar bitirdikdən sonra gözləntiləri nələrdir, əmək bazarının inteqrasiyasını hansı formada həyata keçirirlər və eyni zamanda biz də onlara ali məktəblərlə biz əməkdaşlıq edərək onlara əmək bazarının adaptasiya yollarını təlim formasında həyata keçirmişik ki, çünki hər bir tələbə funksional bilikləri universitetdə ala bilər, amma universiteti bitirdikdən sonra isə əmək bazarının inteqrasiya zamanı, əmək bazarının adaptasiya zamanı çətinliklərlə qarşılaşırlar. Və biz bunları aradan qaldırmaq üçün əmək bazarının müasir tələblərini sorğular vasitəsilə işə götürənlərdən götürüb, analiz edib, təhlil edib, onların əsasında bir təlim formatı çıxarırıq və həmin təlimləri bizim ali məktəbin tələbələrinə keçirik və onlar da məzun olduqdan sonra əmək bazarına daha sürətli və operativ olaraq adaptasiya ola bilirlər. Bizdə belə bir məsələ var da, insan illərlə oxuyur, daha sonra öz ixtisasına aid olmayan sahə üzrə çalışır. Sizin tələbələrdən sorğularınız olub. Onların planları nədir adətən? Öz ixtisasları üzrə davam eləmək, yoxsa necə? Sözsüz ki, öz ixtisası üzrə davam edənlər daha çox üstünlük təşkil eləyir, amma öz ixtisasını dəyişmək istəyənlər də var və biz deyə bilərik ki, həmin insanlar adətən özlərini həmin müddət ərzində inkişaf elətdirirlər. Misal üçün, biz deyə bilərik ki, universitetdə bir ixtisas üzrə yönələn insan baxır ki, bunun daha çox informasiya texnologiyalara yönəlik daha çox meyilli var və ora daha çox həvəslidir. Adam kursa gedir, təlimlərə gedir və özünü o sahədə inkişaf elətdirir və məzun olduqdan sonra özünü IT sahəsinə yönləndirir və hətta burada ixtisas artırmaya da doğru getmək istəyənlər var, əlavə kurslara, əlavə təlimlərə getmək istəyənlər də var. Sözsüz ki, əmək bazarı 4 illik təhsil müddətində daha çox dinamik inkişaf edir və daha çox dəyişir. Yəni birinci kursda 10-cu, 11-ci sinifdə universitetə ixtisasını seçən tələbə 6 il ərzində ya öz peşəsini, öz ixtisasını daha da təkmilləşdirmək istəyir ki, əmək bazarına adaptasiya ola bilsin, inteqrasiya edə bilsin və yaxud da birinci kursdan və yaxud da ikinci kursdan görür ki, bu öz ixtisası üzrə getməkdə uğurlu olmayacaq, öz ixtisasını dəyişmək
yönəldirilir. Siz dediniz məktəblilərlə də sorğularınız olur, doğrudur? Bəli. Onların böyük əksəriyyəti daha çox hansı sahələrə yönəlmək istəyirlər? Əslində orta məktəblərdə yönəldmə məsələsi belə deyək də valideyn faktoru daha çox üstünlük olur. Adətən valideyn hansı ixtisasa, hansı peşəyə yönləndirirsə, şagirdlər ona doğru yönəldirir. Sözsüz ki, bu da əmək bazarına çox böyük və ciddi bir təsir edir. Və bu gün Dövlət Məşğulluğu Agentliyinin özünün regionlarda, orta məktəblərdə təhsil qurumları ilə birgə tələbələrin peşə yönümlülüyü ilə bağlı müxtəlif təlimlər keçirilir, müxtəlif tədbirlər aparır ki, həmin şagirdlərin səriştələri əsasında düzgün peşə istiqamətlərinə yönləndirməyi təşkil edirlər. Bəli, təşkil edirlər Dövlət Məşğulluğu Agentliyi tərəfindən və sözsüz ki, biz o sorğuları keçirərkən baxırıq ki, adətən hardasa 6-cı sinifdə və yaxud da 5-ci sinifdə peşə seçiminə uyğun olaraq yönələn şagird 10-cu, 11-ci sinifdə öz yönəldiyi peşəsini dəyişmək istəyir, fərqli istiqamətə getmək istəyir. Bu sözsüz ki, onların qiymətləndirməsindən asılıdır, sözsüz ki, valideyn təsiri var. Burada ən böyük yük müəllimlərin və orta məktəbin üzərinə düşür ki, həmin müəllimlər onun şagirdin bacarığına və səriştəsininə uyğun olaraq onu düzgün peşəyə yönləndirməlidir. Elnur müəllim, növbəti ildə planlarınız, əsas hədəfləriniz nələrdir? Milli Observatoriya olaraq. Biz Milli Observatoriya olaraq sözsüz ki, biz təhlil və tədqiqatlarımızı daha da genişləndirmək, sorğuda iştirak edəcək respondentlərin sayını artırmaq, daha dərinə və keyfiyyətli təhlillərin nəticələrini ictimaiyyətlə paylaşmaq, sözsüz ki, beynəlxalq təşkilatlarla əməkdaşlığımızı daha da genişləndirib, beynəlxalq səviyyədə bir beyin mərkəzinə çevrilməkdir. Təlim sahəsində isə daha da inkişaf etdirib, aldığımız bütün sertifikatlara uyğun olaraq mükəmməl və beynəlxalq bir təlim mərkəzinə çevrilməkdir. Çox sağ olun. Təşəkkür edirəm ki, vaxt ayırıb qonağımız oldunuz. Mən sizə təşəkkür edirəm. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu. Qonağım isə əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Qaraciyər vacib enerji mənbəyidir. Amma qaraciyərin daxilində yağlanma gedirsə, bu onun normal fəaliyyətinə mane olur. Yalnız Essentiale Forte-in qaraciyərin hüceyrələrindəki yağı əridərək onu arıqladır. Qoy enerji və həyat sevinci sizə geri qayıtsın. Nəticə ultrasəslə görünür. Essentiale Forte-in həyatı tam qaraciyərinizlə sevin.